istifadə etdiyimiz alətləri nə üçün istifadə etdiyimizin fərqində olaq və müəyyən müddətdən bir alternativləri haqqında düşünək. Bu növbəti mövzumuzdur. Bu mövzunu mən özümdə Mail.ru istifadə etməmək kimi bir başlıqla qeyd eləmişəm. Biraz sonra da gələcəm niyə bu Mail.ru istifadə etməməliyik başlığına. Lakin birinci daha geniş məsələdən danışaq. Biz müəyyən digital alətlər istifadə edirik. Bunlara aiddir bank proqramları, ödəniş proqramları və ya kompüterdə istifadə etdiyimiz müxtəlif resurslar, müxtəlif proqramlar, alətlərə aiddir. Bunları nə üçün istifadə etdiyimiz haqqında düşünək. Misal üçün qeydlərimizi aparırıq deyək ki, Google Doc-da və ya Google-un Notes proqramı var orada. Biz bu proqramları istifadə edərkən bilməliyik ki, bu proqramı niyə istifadə edirik? Yəni Google Doc-u istifadə etmək üçün Google Doc-u istifadə etmirik. Bir son nəticəmiz var bizim. Məsələn, burada indi qeyd aparmaqdırsa, qeydlərimizi aparmaq. Bu formada baxmaq lazımdır. Bizim məqsədimiz orada qeydlərimizi aparmaqdır. Bizim məqsədimiz Google Doc-u istifadə etmək deyil. Və müəyyən müddətdən bir bu proqramların alternativləri haqqında düşünə bilərik. Yəni istifadə etdiyiniz proqramları hal-hazırda gözünüzün qarşısından keçirdiyin və onların alternativləri haqqında düşünün. Məsələn, qeyd proqramı haqqında mən deyərdim ki, bir Notion proqramı var. Bu proqrama bir göz atmağınızda fayda var, əgər daima qeydlər aparırsınızsa. İndi gələk Mail.ru məsələsinə. Bundan təxminən bir 6-7 il əvvəl bir kursa gedirdim. O kursda işə müraciət eləyəndə necə müraciət eləməklə bağlı və s. belə fikirlərdən danışılırdı tələbə yoldaşlarım, qrup yoldaşlarım arasında. Mən orada məsələn üçün Mail.ru istifadə etməməyin, Mail.ru ilə olan e-mail yerinə Gmail istifadə etməyin yaxşı olduğunu dedim və güldülər, dedilər belə kriteriya olmaz da, heç bir HR buna baxmaz. Belə dedilər. Lakin mən bu gün də iş həyatında o işə götürən insanların qərar vermə modellərinə baxdıqda görə bilirəm ki, əslində bu Mail.ru istifadə etmək və ya bənzəri tipli çoxlu şeylər ciddi rol oynayır. Bəs niyə Mail.ru pisdir, Gmail yaxşıdır? Çünki Mail.ruya siz daxil olduqda orada sizi e-mail göndərməkdən saxlayan çoxlu şeylər var. Misal üçün qəribə reklamlar çıxır, interfeys çox qəribədir, rəngbərəngdir, yüzlərlə ayrı interfeysi var. Hər dəfə səhifəni açılanda bir başqa formada açılır. Digər tərəfdən Gmail çox daha sadə, sizin rahatlıqla e-mail göndərməyiniz üçün dizayn olunmuş bir alətdir. Və başa düşərsiniz ki, hər hansı bir insan resursları mütəxəssisi də özü bu fərqindəliyə çatıb və görüb ki, niyə Mail istifadə etmir, Gmail istifadə edir. Bu fərqindəliyə çatıb, Gmail-ə keçib misal üçün, Gmailin nə dərəcədə keyfiyyətli və ya Mail.ruya nisbətdə ən azından nə dərəcədə rahat bir proqram olduğunu müşahidə edib və artıq istəyir ki, onun tapacağı adam da bu fərqindəliyə çatmış bir adam olsun. Və nəticə olaraq mən düşünürəm ki, Mail.ru yerinə Gmail istifadə etməyin iş dönüşlərinə nəticə almağında rolu var. Biraz qərəz kimi görsənə bilər, amma belədir. Ümid edirəm video faydalı oldu. Sağ olun, sağlıqla qalın.